Ağzından istəyirsən, bundan istəyirsən, bundan istəyirsən, bundan istəyirsən, bundan istəyirsən, nə istəyirsən. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 9 avqust 2026-cı il. Sabahki sifarişlərimi hazırlayıram. Sabah Bakıya bir dəyərli qardaş üçün həkim qardaşım Yafəz doktor üçün bu sifarişlər gedir. Ötən ildə məndən bu cür möhtəşəm ballar almışdı. Qardaş, Allah sizə can sağlığı versin. İşləriniz uğurlu olsun. Mənə etibar etdiyinizə görə sizə təşəkkür edirəm. Baxın, bu iki bal may balıdır. Şanlar da içəridə may balı şanıdır. Bu bir ədəd biraz fərqli istədim olsun. İyul ayında süzdüyümüz baldır. Şan isə avqust ayında kəsdiyimiz şandır. Bir ton rəng fərqi var, amma keyfiyyətinə söz ola bilməz. Bir də ki, Yafəz doktor məndən möhtəşəm çiçək tozu istəmişdi və bu cür güləmimiz. Deməli, qardaş, mən çiçək tozu o qədər də yığmıram. Yəni, çiçək tozu satışı ilə məşğul olmuram. Yalnız özüm üçün müəyyən qədər yığıram ki, arı məhsullarından qarışım hazırlamaq üçün istifadə edirəm. Siz dəyərli, mədəni bir qardaşsınız. Bax, bu cür möhtəşəm çiçək tozlarımızdan da sizin üçün göndərirəm. Bu isə bizim bir neçə gün bundan əvvəl süzdüyümüz baldır. Yəni, avqust ayıdır. Bu ballar rəng fərqini görürsünüz. İnsanlar biraz rəngə çox önəm verirlər. Amma bir qədər məlumat çatdırım. Deməli, qardaş, bu may balıdır. İyun ayında götürmüşük. Deməli, may ayının əvvəlindən iyun ayının sonuna qədər bu balın tərkibində bizdə nə qədər bitki, gül, çiçək olubsa burada var. Bu isə may ayının əvvəlindən avqust ayının 9-una qədər hansı bitkilər, gül, çiçək açıbsa, arı bunlardan nektar toplayıb, bax, bu cür bal alınıb. Deməli, bunun tərkibində iyun ayına qədər olan çiçəklərdən nektardır. Amma bunun tərkibindən avqust ayına qədər olan çiçəklərdən nektardır. Bunun tərkibində olan elementlər bunun tərkibində var. Amma bunun tərkibində olan elementlər bunun tərkibində yoxdur. Nə üçün? Bu ay yarım gül çiçək açan dövründə yığılıb. Bu isə 4 ay ərzində gül çiçəkdən yığılmış baldır. İndi, qardaş, bu da, bax, dünən, bugün süzdüyümüz baldan, yəni rəngi qaradır. İndi sizin üçün bunu göndərirəm, dadına baxarsınız, bir qeyri-adi bir dad, qoxu hiss edəcəksiniz. Yəni, bunu da dadına baxarsınız, inşallah əlaqə saxlayarıq. Allah can sağlığı versin sizə, işlərinizdə sizə uğurlar arzu edirəm.